Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Bir son dəqiqə məlumatları diqqətinizə çatdırırıq. Dekabr ayının 28-dən İranda vəziyyət gərgindir və dekabr ayının 28-dən yanvar ayının 8-nə qədər proseslər ancaq farsların yaşadığı bölgələrdə, Tehranda, Fars əyalətində və digər bölgələrdə baş verirdi. Təxminən 2-3 saat bundan əvvəl artıq Həmədanda və Azərbaycanlıların daha çox sıx şəkildə yaşadığı ərazilərdə, yəni tarixi Azərbaycan şəhərlərində üsyanlar, etirazlar boy göstərməyə başlayıb və hal-hazırda artıq üsyanlar beşiyi, üsyanlar şəhəri Təbriz də ayağa qalxıb İran molla rejiminə qarşı hərəkətə keçib və nəticədə hazırda bu dəqiqələrə olan məlumata görə gecə saatlarından etibarən etirazçılarla hökumət qüvvələri arasında ciddi toqquşmalar gedir. Etirazçılara odlu silahlardan atəş açılır, pnevmatik tapançalardan və yaxud da göz yaşardıcı qazlardan istifadə olunmur. Son dərəcə aqressiv davranır hökumət qüvvələri və sadə etirazçıları nəinki rezin güllələrlə, həqiqi güllələrlə gülləbaran eləyir və nəticədə biri uşaq olmaqla 4 nəfərin yaralandığı, bəzi mənbələrdə, İranın Telegram kanallarında verilən mənbələrə görə bəzilərində isə 6 nəfərin yaralandığı bildirilir və Təbrizdə səsləndirilən şüarlar olduqca sadədir. Mağazaları açmayın, dükanları açmayın, qiymət artımlarına yox, sonra molla rejiminə yox şüarlarıdır və bir nüansı qeyd eləmək istəyirəm. Bu vaxta qədər İranda baş verən belə deyək də etirazlar fonunda əsasən farsların yaşadığı ərazilərdə İran bayraqları yandırılırdı, Xameyninin şəkilləri cırılırdı. Hətta molla rejiminin rəhbəri Əli Xamneyinin portretləri sökülmüşdü, yerlərə atılmışdı, tapdaq altda qalmışdı. Amma hökumət qüvvələri onlara o qədər də sərt davranmırdılar. Yəni müəyyən qədər yumşaq gücdən istifadə edirdilər. Doğrudur, bəzi hallarda odlu silahlardan da atəş açılmışdı. O halda baş vermişdi ki, həmin etirazçı kütlələr polisin üzərinə yermişdi. Hətta bəzilərini, etirazçılarını öldürmüşdülər, yaralananlar olmuşdu. Bundan sonra Fars əyalətlərində molla rejiminin qoçu dəstələri, belə deyək də, hökumət qüvvələri silaha əl atmışdılar. Ancaq etirazlar Təbrizə keçəndən sonra vəziyyət xeyli dərəcədə ciddiləşdi. Çünki Təbrizlə zarafat etmək olmur. Bunun hökumət qüvvələri də fərqindədirlər və bilirlər ki, əgər hökumət Təbrizdə hökumət əleyhinə qiyam qalxırsa, deməli vəziyyət ciddiləşir. Digər tərəfdən paytaxt Tehranda dinc sakinlər, xüsusən də qadınlar, üzləri görünməmə şərti ilə Donald Trumpa, ABŞ prezidentinə müraciət ediblər. Onlar Donald Trumpdan kömək istəyiblər ki, bizi qoymayın öldürsünlər. Təxminən belə bir şüarlar, plakatlar, pankartlar açılıb, nümayiş olunur. Və digər tərəfdən məsələnin başqa bir tərəf ondan ibarətdir ki, Şah rejiminin tör-töküntüsü sayılan, varisi hesab olunan Rıza Şah Pəhləvi, oğul Rıza Şah, yaxın günlərdə Birləşmiş Ştatlar prezidenti Donald Trumpla görüşəcək. Bu barədə İranın Telegram kanalları məlumat yayıb. Onu da qeyd eləyək ki, Güney Azərbaycan əhalisi Rıza Şahın hakimiyyətə gətirilməsinin əleyhinədir. Hadisələr əgər bu cür cərəyan edərsə, etirazçılar bildiriblər ki, o zaman Təbriz başda olmaqla bütün Güney Azərbaycan şəhərləri tamam fərqli yol tutacaqlar. Bu yolun nədən ibarət olduğu hələ ki açıqlanmır. Ehtimal ki, onlar artıq milli azadlıq şüarları səsləndirəcəklər və Güney Azərbaycanın İrandan ayrılma prosesi bir qədər də sürətlənəcək. Amma Birləşmiş Ştatlar buna imkan verəcəkmi, yol verəcəkmi dəqiq bilinmir. İranın hökumətə yaxın kanalları isə proseslərdə etirazçı kütlələrin bu qədər aqressiv davranmasında ABŞ və İsrailin əlinin olduğunu bildirirlər.
Hələ ki İran tərəfi gözləmə mövqeyi tutur siyasi arenada, çünki Donald Trump da bildirmişdi ki, əgər etirazlar daha da şiddətlənərsə və yaxud da ki, sadə etirazçılara güllə atılarsa, ölənlərin sayı çox olarsa, o zaman Birləşmiş Ştatları, yəni Amerika müdaxilə eləyəcək. Hələ ki Amerikanın müdaxiləsi yoxdur. İsraildən müəyyən açıqlamalar var və İran tərəfi, Tehran hökuməti bunu İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirir. Hesab edirəm ki, İrandakı bu gərginlik birbaşa sanksiyalarla əlaqədardır. Təbii ki, realın durmadan dəyər itirməsi, kağız parçasına çevrilməsi və əslində İran artıq uzun müddətdir ki, ABŞ tərəfindən uçurumun dibinə doğru yuvarlanırdı. Və İranda baş verən hadisələr bizə də sirayət eləyə bilərmi? Təbii ki, mənfi fəsadları tək bizə yox. Düşünürəm ki, həm Türkiyəyə, həm Pakistana, həm də Azərbaycana ola bilər. Orada hər hansı bir müharibə başlasa, o zaman Güney Azərbaycanlılar Azərbaycana və Türkiyəyə doğru axın eləyəcəklər. Sərhəddən qanunsuz keçidlər baş verə bilər. Ona görə də Azərbaycan hökuməti ümidvaram ki, bu istiqamətdə analoji tədbirlər hazırlayıb və hazırlıqlıdır. Hadisələrin B planına, sonraki ssenarilərə, ən pis ssenarilərə hazır olmağını istərdim Azərbaycan dövlətinin. Bir tərəfdən onlar bizim soydaşlarımızdır, digər tərəfdən də onlar həm də İran vətəndaşıdır və onlar bir çox məsələlərə yol aça bilər. Bu silah qaçaqmalçılığı, narkotik qaçaqmalçılığı və s. ilaxır. Və hadisələri soyuqqanlı şəkildə izləyib daha analoji məqsədə uyğun müvafiq tədbirlər görmək lazımdır deyə düşünürəm. Və məsələn, başqa bir tendensiyası ondan ibarətdir ki, bəluslar artıq Pakistan sərhədini keçirlər. Sadə bəluslar etirazların piketdə çatdığı ərazilərdə onlar Pakistana sığınmaq istəyirlər. Təbii ki, normal keçid eləyənlər hələ ki gündəmdədir. Yəni sərhəd keçid məntəqələrindən keçirlər. İddialar belədir, bu yöndədir. Amma gələcəkdə bu daha da geniş vüsət ala bilər. Və İranda çox güman ki, əgər Birləşmiş Ştatlar müdaxilə eləyərsə, o zaman, yəni yaxın bir həftə ərzində Birləşmiş Ştatlar proseslərə müdaxilə eləyərsə, 5-6 saat ərzində Molla rejimi devriləcək. Hətta Molla rejiminin hakim elitanın bir çox nümayəndələrinin artıq Rusiyaya doğru istiqamətləndiyi bildirilir. Yəni qeyd olunur ki, artıq elitar mollalar artıq Rusiyadan bu və ya digər formada sığınacaq istəyiblər və Rusiyaya sığınırlar. Görünən odur ki, mediada yayılan məlumatlara görə Xamneyinin də Rusiyaya aparılması planı var. Artıq o İran-İsrail müharibəsindən sonra yaddaşını, huşunu, eyni zamanda sağlamlığını böyük dərəcədə itirib, belə deyilir mediada və hadisələrin gedişatı onu göstərir ki, İranda hələ qarşıdakı bir həftə ərzində də vəziyyət kifayət qədər gərgin olacaq. Ərdəbildə, Zəncanda hələ ki proseslərin nisbətən sakit olduğu, ancaq Təbrizdə vəziyyətin yenə qeyd etdiyim kimi qarışdığı vurğulanır. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Videolarımıza şərh yazmağı, bəyənməyi və paylaşmağı da unutmayın. Hələlik.